Biri var idi, biri yox idi. Böyük qəsəbədə Amir adlı balaca, dəcəl bir oğlan yaşayırdı. Evdə hər kəs onu çox sevirdi. Amma ən çox nənəsi könül ona bağlı idi. Nənəsi həmişə deyirdi: "Mənim balam, sən mənim günəşimsən." Amir səhərdən axşama qədər qaçır, tullanır, oyuncaqlarını bir yerə yığmır, hər yeri dağıdırdı. Bir gün nənəsi ona dedi: "Ay balam, gəl bu gün sakit otur. Mən sənə şirin bir nağıl danışım." Amir dedi: "Yox nənə, mən Supermenəm. Mən qaçmalıyam." Amir qaça-qaça həyətə çıxdı. Birdən ağacın başında kiçik, sarı pişik gördü. Pişik edib ağlayırdı. Amir ona yaxınlaşıb dedi: "Sən niyə ağlayırsan?" Pişik dedi: "Mən ağacın başına çıxdım, amma..." Amir biraz düşündü. Birdən yadına düşdü ki, onun Superman paltarı evdədir. O tez qaça-qaça otağa girdi. Superman paltarını geyindi və dedi: "Mən Superman Amirəm, heç kim qorxmasın." O pişiyin yanına qayıtdı, ağaca baxdı. Hələ kiçik idi, amma ağıllı idi. O nənəsinin süpürgəsini gətirdi, pişiyə uzatdı. "Gəl pişik, bura çıx." Pişik süpürgə ilə yerə endi. O Amirin üzünü yaladı. Miyav deyib təşəkkür etdi. Amir sevinərək qaça-qaça nənəsinin yanına gəldi. "Nənə, mən pişiyi xilas etdim." Könül nənə onu qucaqlayıb dedi: "Mənim qəhrəman balam, sən Superməndən də güclüsən, çünki sənin qəlbin çox yaxşıdır." Həmin gecə Amir nənəsinin qucağında yatdı. Yuxusunda gördü ki, o böyük Superman olub. Nənəsini, atasını, anasını və bütün qəsəbəni qoruyur. Çünki balaca qəhrəman olmaq üçün super güc yox, mərhəmət dolu ürək lazımdır. Nağıl burada bitdi. Amir yuxuya getdi. Nənəsi onu öpüb, "Şirin yuxular mənim balam" dedi.